Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə düşbərə hazırlayacağıq. Ev şəraitində olan düşbərə. Burada unumuz, 2 yumurtamız, 1 kilo burada hardasa unumuz olar. Bəlkə də 1 kilo olmaz, 800 qram olar. 2 yumurtamız, duzumuz, bir də soyuq suyumuz, yəni karatdan götürülən soyuq su. Yumurtamızı unumuzun içərisinə əlavə edək. Duzumuzu əlavə edək. 1 xörək qaşığı yarım duz əlavə etdim. Xəmirimizi qataq. Möhkəm xəmir qatmalıyıq, yumuşaq olmamalıdır. Nə qədər bərk olsa, o qədər düşbərəniz yaxşı alınar. İki stakan su getdi. 800 qram unumuz var idi. Yaxşı həll etmək lazımdır ki, içərisində topa unlar qalmasın. Budur, bax belə möhkəm, bərk xamır qatdıq. Qabımızın içərisinə qoyaq, üstünü də salafanlayaq, xəmirimiz orada dinlənsin. Bir saat dinlənəndən sonra düşbərəmizi hazırlayacağıq. Düşbərəmizin içərisinin ətini hazırlayaq. Burada bizdə 700 qram çəkilmiş ətimiz var. Az miqdarda içərisinin piyi də var. Soğanımızı qabımızın içərisinə doğrayaq, xırdalayaq. Siz istəsəniz bıçaqla da xırdalaya bilərsiniz. Duzumuzu əlavə etdik. İçərisinə duzumuzu əlavə edək. O sizin öz ağız zövqünüzə baxır. Duzlu, duzsuz etmək. Qara üydülmüş ustotumuzu əlavə edək. Və bunu möhkəm qarışdıraq. Yəni çoxlu qarışdırmaq lazımdır ki, düşbərənin içərisində ət dağılmasın. Xamırımız dinləndi. Məndə belə bir düşbərə hazırlayan var. Siz istəsəniz balaca stəkanın ağzı ilə da kəsib hazırlaya bilərsiniz. Xamırımızı yaydıq. Çox nə qalın, nə nazik olmayan xəmir yaydıq.
İndi bu xəmirimizin içərisinə hazırladığımız ətdən qoyacağıq. Ətimizi belə düzdük. İndi bunun üzərinə ikinci yaydığımız xəmiri əlavə edək. Oxlovumuzdan bax belə üzərindən keçmək lazımdır ki, xəmirlər kəsilsin. Bax belə bir forma alınır. Bunu da belə ağız-ağıza qatlayacağıq. Bütün xəmirlərimizi beləcə hazırlayacağıq. Bax belə xəngəl xamırı kimi də kəsmək olar. Budur. İçərisinə ətini qoyub, bax bu cür belə ağız-ağıza gətirib, möhkəm qılaqlarını, bax budur belə qıraqlarını bağlamaq lazımdır. Sonra da budur belə baş-başa bağlamaq lazımdır. Düşbərələrimizin hamısını pükdük, çox gözəl, möhtəşəm alındılar. İstəsəniz soyuducunun dondurma gözündə saxlaya bilərsiniz. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi bu cür düşbərələr hazırlayın.